Salam əziz dostlar, yenə İmam Əlidən bir hikmətli kəlamla sizin görüşünüzə gəlmişəm. İmam buyurur ki, arzuların sizi aldatmasından çəkinin. Yəni, uzun arzular ki edirik, biz bunu eləyərik, onu eləyərik. Bu arzulardan çəkinin, onlar bizi aldadır. Bizi öz həqiqi işlərimizi görməyə mane olur. Çünki bir günə, yəni gələcəyə ümid bəsləyən nə çox insanlar var ki, ona çatmayıb, həmin o istəklərinə çatmayıblar. Nə çox bina, ev tikən var ki, orada sakin olmayıb. Tikib qutarıb, sonra dünyasını dəyişib. Özü heç orada yaşamayıb. Nə çox mal yığan var ki, onu özü yeməyib. Yığıb, dünyasını dəyişib, onun yığdıqlarını övladları yiyib. Bəlkə də insan deyir, o malını batil yolla yığıb və bir haqqın sahibinə çatmasının qarşısını alıb. Onu haram yolla əldə edib o malı. Bu böyük dərddir ya Allah, bu ondan da böyük dərddir. Və buna görə də günah yükünü öz çiyinlərinə alıb, çiyinlərinə götürüb. Hələ lap günah yolu ilə əldə eləməsə də belə o malları, yenə dünyanın vəfasızlığı budur. Ona görə boş arzularla yox, ən vacib bu günə işimiz nədirsə, onu ilə məşğul olmalıyıq. Sağ olun.